Tarixdəki nitqlər Azərbaycan dili. Ey öz doğma dilində danışmağa ar bilən fasonlu ədəbazlar, qəlbinizə oxşamır qoşmalar, telli sazlar. Bunlar qoy mənim olsun, ancaq vətən çörəyi sizlərə qənim olsun deyirdi Bəxtiyar Vahabzadə. Maraqlısı budur ki, Azərbaycan dilinə tariximizdə müxtəlif şəxslər öz nitqlərində toxunublar. Amma ən maraqlı detalı 1997-ci ildə ümumilli liderimiz Heydər Əliyev öz çıxışında deyib. 1997-ci ildə Yazıçılar İttifaqının qurultayında Heydər Əliyev belə çıxış eləyirdi. O deyirdi, mən ilk dəfə Yazıçılar Qurultayının iclasında Azərbaycan dilində danışanda hamı məni heyrətlə qarşıladı. Hətta tənəffüsdə məni təbrik edənlər də var idi. O gün anladım ki, Azərbaycan dili indiyə qədər yalnız ədəbiyyatda və məişətdə istifadə olunub. Biz isə Azərbaycan dilini dövlət dili elan elədik. Biz Azərbaycan dilini vətəndaşımızın mənsubiyyəti olaraq qeyd elədik. Həqiqətən də belədir. Ana dilində danışan insanlar artıq özü ilə qürur duyur. Ana dilində danışa bilməyənlər isə müxtəlif təlimlərə qoşulub öz dilimizi inkişaf elətdirmək istəyirlər. Və 1997-ci ildə deyilən ifadələr 28 ildən sonra da davam eləyir. Azərbaycan Prezidenti Heydər Əliyevin Azərbaycan yazıçılarının 10-cu qurultayındakı nitqindən. Prezident Sarayı, 30 dekabr 1997-ci il. Mənim nitqimi yazıçılar böyük bir hadisə kimi qəbul etdilər. Biz o illərdə çalışdıq ki, dilimiz inkişaf etsin. Bu sahədə çox çalışdıq. Baxmayaraq ki, elə bir dövlətdə yaşayırdıq ki, hakim dil rus dili idi. Ancaq biz dilimizi inkişaf etdirdik və sizin əsərləriniz, ədəbiyyat olmasaydı, şübhəsiz ki, dilimiz bu cür inkişaf edə bilməzdi.